Mənim yoldaşım Rusiya işləməyə getmişdi. Vəziyyətimizlə əlaqədar olaraq mən 6 uşaq anasıyam. 2 oğlum, 4 qızım var. Nəysə yoldaşım orada işlədi, nə elədi. Sonra əlaqəmiz kəsildi. İndi Gürcüstana gəlibdi. Orada biz görmüşük ki, oradadır. Bizə xəstədir, xəbər eləyiblər. Xəstədir, beyin xəstəliyidir özdə, yer yatağındadır. Uşağı da göndərmişəm yanına, oradadır. Ölüm ayağındadır. Mən Mehriban xanımla, prezidentimlə xahiş eləyirəm, bir ana kimi. Xahiş eləyirəm, bu uşaqlarımın adı ilə də xahiş eləyirəm. Yenə də Mehriban Əliyevə, özü də anadır, başa düşür hər bir şeyi. Xahiş eləyirəm ki, onun bura gəlməyinə, Azərbaycana gəlməyinə mənə köməklik eləsin. Hansısa Balakəndən yaxın rayonda. Laqedekdə. Laqedekdə ora. Hə. Adam sen ancak sen bir şey yapıyorsun. Ha? Gəlim ona, Gözlə bir. Mən Həbiyev Adəm Yavəroğlu, Baxtiyar əmi ilə uzun illər qonşu olmuşuq, sonradan da qohum olmuşuq. Dedi Gürcüstana gedirəm, inşallah qayıdacam. Və sonra bir 20 gün, bir ay bundan qabaq xəbər gəldi ki, bəs belə Baxtiyar kişi beyin travması keçirdi, beyninə qan sızıb, dəqiqliklə olacağı budur. Və buradan oğlu, kiçik oğlu Elçin getdi yanına, həqiqətən də oradan bizlə görüntülü danışdı. Dedi ki, şəxsən mənlə danışdı, dedi, atam heç məni tanımır. Bunu hökmən bizə köməklik lazımdır ki, biz bunu vətənə gətirməyə, hələ müalicəsi bir yana qalsın. Mən o cümlədən hörmətli prezidentimizdən, cənab prezidentimizdən, çox hörmətli Mehriban xanımla xahiş eləyirəm, bacılarının adından, Samaya bacının, yoldaşının adından, ailəsi adından. Onlar gözü yaşılıdır, hər gecə onların yatdısı, durdusu yoxdur. Nəvələri var evdə, balaca nəvələri ağlayır. Çox xahiş eləyirəm ki, köməklik eləsinlər, tez bir müddətdə onu biz vətənə gətirək. Sənin birbaşa TV çəkir, yaxşı, səsi çəkir, yaxşı. Hə, interneti yaz. Keçən il atamla əlaqəm olub, atam ağır xəstədir, vəziyyəti çox ağırdır. İstəyirik ki, vətənə gəlsin, sizdən xahiş edirik, prezidentimizdən, Mehriban xanımla, Heydər fondundan xahiş edirik ondan, bir qız kimi, bir ana kimi, bir xahişim yerinə yetirsin ki, bizə kömək eləsin. İstəyirik ki, atam gəlsin vətəninə. Vətənində son anlarıdır atamın, ağır vəziyyətdədir. Xahiş edirəm, Mehriban xanım səndən, mən özüm də bir anıyam. İstəyirəm ki, atam gəlsin vətənə. Mən atama görə dövlət başçımıza, Mehriban xanıma, Heydər Əliyev fonduna müraciət edirəm. Mehriban xanım gözəl xanımdır, xanımları başa düşür. Biz də atamıza görə ona müraciət edirik ki, atamız ağır vəziyyətdədir, danışa bilmir, huşunu itirib. Qardaşım yanındadır, qardaşımı tanımır. Biz istəyirik ki, Mehriban xanımla kömək istəyirik. Tez bir zamanda atamız vətənə qayıtsın, bizim yanımızda son günlərini keçirsin.